I go la 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 la. Salam, xoş gördük hər birinizi. Bu günləri əncir mürəbbəsi bişirəcəm. Onun üçün bizə lazımdır Bakı ənciri. Bakı əncirinin tumu az olur və şirin olur. Mən əncirin qabıqlarını soyacağım və ondan sonra çəkəcəm. Neçə kilodur? 1 kiloya 800 qram şəkər əlavə edirəm. Ona görə ki, əncir şirindir. Qanı belə nazik çıxardırıq. Və pisok əlavə edəcəm üstünə. Öz şirəsini buraxsın. 1 kilo əncirə 800 qram şəkər əlavə edirəm. Bir iki saat saxlayırıq. 1-2 saatdan sonra qazın üstünə qoyub pişirəcəyik. Artıq əncir öz şirəsini çıxarıb qoyuruq ocağın üstünə. Artıq qaynamağa başlayır. Köpüyünü yığıram. Çalışıram çox qarışdırmayım ki, əncirlərimiz əzilməsinlər. Artıq 15 dəqiqədir ki, mürəbbəmiz qaynayır. Söndürürəm ocağın altını və 5-6 saat saxlayırıq, soyusun. Artıq 5 saat keçib, ikinci dəfə hazırlayırıq mürəbbəmizi. Qaynamağa başlayandan sonra 15 dəqiqə yenə də qaynadırıq. Artıq 15 dəqiqə də keçdi. Mürəbbəmiz hazırdır. Yarım limon doğrayıram və 4-5 ədəd mıxı əlavə edirəm. İstəyənlər vanil də əlavə edə bilərlər zövqə görə. Beş dəqiqə də qaynadırıq və ocağın altını söndürürük. Mürəbbəmiz artıq hazırdır. Bütövü qaldı. Rəngi də çox gözəldir. Hər kəsə nuş olsun. Əgər mənim videom xoşunuza gəldisə, like qoymağı unutmayın. Abunə olun. Allaha əmanət olun. Hələlik.